Dostlar, Laçın Ömür kəndən hər kəsi salamlayıram. Hər vaxtınız xeyir olsun deyirəm. Bu il 2025-ci il sentyabr ayının 10-udur. Mənim kəndin içində yenə çəkiliş edirəm. Mən elə evləri demək olar, kəndin bir çox evlərini çəkmişəm. Bu evdə qərara gəldim ki, bugün yenə lenta alım. Yəni axşam üstüdür, o qədər mənim vaxtım yoxdur, ancaq yenə də bu evin videosunu çəkib sizlere göstermek istedim. Bu evden məlumat vermek istedim. Bura Həsənov Əhliyyət işindir. Bu ev Həsənov Əhliyyət, Həsənov İdris hər iki qardaşındır. Mən sizə göstərim yaxından. Siz də baxın. Bax belə yarıdan sol tərəfə rəhmətli Əhliyyət işinindir. Yarıdan sağ tərəfə rəhmətli İdris işinindir. Bu hər iki bu iki ailə qardaş evidir, qardaşdılar. Bunlar neçə illər burada mehriban yaşayıb, belə düdərcin dövrünə qədər yaşamışdılar. Əhliyyət işi rəhmətə gedib, həyat yoldaşı rəhmətə gedib, Allah hər şeyə rəhmət eləsin. İdris dayı rəhmətə gedib, həyat yoldaşı sağdır, Allah İdris dayıya rəhmət eləsin. Yerdə qalanlarına can sağlığı. Mənim bu evin ilk növbədə bax evin belə birinci mərtəbəsinin padvalını çəkirəm. Onu da mən əvvəldən göstərdim ki, evin künc daşları başqa evlərdə çəkdiyim kimi belə qiymətli daşla bax belə işlənir, hazırlanır. Sonra qapının pəncərənin başı bax belə tağ şəkildədir. Künc daşlar görüşür ki, qiymətli daşla, qara daşla işlənilir. Və yerdə də bax belə uçuq vəziyyətini siz görürsünüz. Yəni ermənilər burada, erməni vandalları bura gələndə onlar məqsədli şəkildə gəliblər. Bu evdə yaşayış olmuyor. Yaşayış olmadığı üçün bunu o vaxtdan dağıdıblar. Ola bilsin ki, gedən vaxtlar. Ancaq mən nə biləm, həminki vaxtlardan dağıdıb, od verib yandırıblar. Bax belə pəncərənin başını yenə də görürsünüz. Qiymətli daşla, küsə daşlarla hazırlanıb işlənilir. Yerdə də bax belə uçuq yerdə uçuq olanı görükür. Sonra bu qapının da girəcəyi həmçinin bu rəhmətli İdris dayıya aiddir, Allah rəhmət eləsin. Sonra bu bir tərəfdən eynisilə eyni qaydada. Yəni evdə, ailədə yəqin ki, ola bilsin ki, iki qardaş olduğu üçün rəhmətli ataları belə fikirləşiblər ki, bu evi belə bir yerdə tiksinlər, yəni bir yerdə olsunlar. İkinci bir evi də bax belə qapının başını sizə göstərərəm, həminki qaydada. Ancaq bu tərəfdən uçurmayıblar. Sonra bu birizdən yenə də sizə çəkim, göstərim. Bütün qapının pəncərənin başı bax belə çox gözəl şəkildə işlənib, hazırlanıb. Yəni bunu indiki zamanda eləmək çətin məsələdir. Heç kəs bu işi yəni elə bilən görsə də çox baha başa gələr. Yəni indiki ustalar bu işi görməyi çətin olar. Ancaq o vaxtı bizim ata-babamız bu cür zəhmətlə, əl-qabarı ilə evlərimizi bu gözəllikdə, bu şəkildə işləyib hazırlayıblar, yəni yaşamışıq. Sonra evin yenə də sol tərəfdən künc daşlarını sizə göstərim. Siz də baxın. Lap yuxarı ikinci mərtəbənin başına qədər. Yenə də bax, bu da belə. İndi mən burada belə pilləkən hansı tərəfdəndir, mən onu dəqiq deyə bilmərəm, ancaq ola bilsin ki, bax bu hissədə pilləkən olub, evin plaşatkası olub, hər şey dağıdıb uçurduqlar, yəni evə od vurub yandırıblar. Mənim yadımdadır ki, bu iki evində qabaq tərəfi belə bir şüşəbət deyirik, həmin iki şüşəbətlə bax belə bağlı olmuşdu, bağlı idi. Ancaq yuxarı çıxmaq üçün indi mən yenə də ətrafa bir baxım, göz gəzdirim, görək başqa bir yerdən yuxarı çıxmaq olar, yoxsa yox. Evin yenə də belə sağ tərəfdən görünüşünü sizə yenə də çəkirəm. Burada yəqin ki, bu evə aid olan tövlədir. Tövlə də belə usulub dağılır. Tövləni o qədər də belə fikirləri olmuş, yəni tövlə kimidir. Ona görə də ora o qədər də od vurub yandırırlar, ancaq belə yəni orada qara tulası heç nə yoxdur deyin. Ona görə də belə ancaq yenə də uçubdur. Mən indi yenə də heç olmasa bu qabaq tərəfdən, yəni ön tərəfdən
gedim belə sizə bu qapı pəncərənin başın. Burada pəncərədir, 3 pəncərədir. Üçünü də sizə bax belə çəkim, göstərim. Bax bu qaydada. Sonra aşağıda yenə də padagon deyirik. Hamısı da bütöy daşlardılar. Bütöy daşlardılar. Bax belə bu ev belə bu qaydada. Evin arka tarafından yenə də sizə nə varsa onu da çəkim. Arka taraftan elə bir şey yoxdur. Yenə də evin arkasından küç daşlar bax belə bu cür işlənilib, hazırlanıb. Bu ev qədim evdir. Yəni çoxdan tikiləndir. Evin belə böyüklüyü çoxdur. Ona görə ki 2 ailə burada yerləşir. Vaxtilə 2 qardaş. İndi bu evi ziyarət edirlər gəlib. Laçın müəllim, sonra Azər müəllim, sonra rəhmətli İdris dayının oğlu Vaqif. Bu ev gəlib ziyarət edirlər. Ancaq mən yenə də bir daha çəkib belə öz kanalımda, öz YouTube kanalımda paylaşıram. Yəni bunu sosial şəbəkədə paylaşıram ki, hər kəs görsün. Ermənilərin bizə ziyan vurduğunu bir daha mən YouTube kanalımda işıqlandırıram. Arxa evi buradan yenə mən sizə çəkim göstərim. Arxa ev belə evin padvalı olmadığından belə ağac var, ağac bitifdir. Yəni körkö salıbdır. Evə giriləsi deyil. Evin üst evə çıxan pləşən tamamilə uçurulub dağılıb. Yəni ola bilsin ki, orada metal olduğu üçün armaturu, yəni dəmiri olduğu üçün hamısı dağıdılıb götürülüb. Ola bilsin ki, bu evdən burada qapı sayılır. Yəqin ki, buradan da girəcək olur. Evdən rəhmətli Əhliyyət dayının, rəhmətli İdris dayının evindən bu qədər. İndi mən çalışım ki, bağdan da az da olsa sizə çəkiş edeyim. Burada da ki, bu nə tikilirsə mənim yəni məlumatım yoxdur, bilmərəm. Burada da yenə belə uçuq nəsə tikili var. Yəqin ki, ola bilsin çörəkxanaymış. Bağ yerindən mən o dərəcədə mən məlumatım yoxdur, ancaq mənim bu evdə də işim olub, işləmişəm evdə. Belə az da olsa xatırında qalıbdır ki, burada böyük kiraz ağaçları var idi. İndi mən çalışaram ki, həmin ağaçlardan sizə çəkim göstərim. Belə, yəni evdən bu qədər. İndi mən çalışım ki, bağdan sizə nəsə çəkim. Bax, burada təxminən bu hissədə mən xatırında ki, ağaçlar olur. Görün, bu nədir? İndi bilmirəm nə ağacı varsa burada olub, yəqin ki, alma ağacı olar. Bax, belə kəsilib, kötü yerindədir. Bu buradan belə bir dənə. Bax, burada yenə rastlaşmışam. Ağacın siz kötüyünə baxın ki, nə qalınlığındadır. İri gövdəli, ancaq hansı ağac olduğunu mən bilə bilmirəm. Kəsilibdir. Bax belə. Çoxdandan olduğu üçün çürüyüb. Bax bu buradan belə. Sonra görüm yenə nə tapıramsa onları qeyd alın. Bizim bağlarımızın ağacını sanamaq mümkün değildi vaxtilə. Yəni ağaçlarımız çox olub. Sanamaqla deməli tamamlamaq olmurdu. Ağacı bir tərəfdən sanırdın, o bir tərəfdən sayı itirirdin. Yəni bağda ağac hər bir yerdə, hər bir məhəllədə çox ağaçlarımız olubdur. Buranın cəmaatı bizim rayon çox uzqar bir rayon olduğundan, yəni biz Ermənistan tərəfə yaxınıq. Laçına da yox, bizim rayondan da deməli rayona yox, buradan Ermənistan tərəfə yaxınıq. Hansı ki rayondan uzağıq. Yəni bizim əsas dolanışıq yerimiz bax bu bağla bostanla olubdur. Bizim dolanışıq yerimiz. Biz bu almanın, bağın meyvəsinin, sonra əkin sahəmizdən çıxan meyvənin, tərəvəzin məhsuluyla satıb alış-verişimizi eləmişik, dolanmışıq. Ancaq indi belədir ki, erməni vandalları bura gələndə onlar məqsədli şəkildə gəliblər, bütün bağlarımızı məhv ediblər, belə evlərimizi uçurduqlar, bütün hər yeri belə viran qoyublar, virana qalıb. Yenə də burada sizə bir dənə ağacı göstərirəm. Bax, belə kəsilib, quruyub. Sonra buradan armud ağacıdır, kəsilib, ancaq o sonra yanından
pöhrə verib çıxıb. Buradan yenə də armud ağacıdır. Bu sonradan bitmədi. Belə yuxarıdan qoz ağacıdır. Balaca olduğundan bunu kəsməyiblər. Bu qalıb. Belə bağdan elə bir şey qalmayıb. Bütün ağaçları məhv eləyiblər. Heç də göstərmir. 3-4 dənə ağac qalıb. Vəssalam. Məhəllənin sonudur bura. Bu məhəllənin sonudur. Burada yenə də kəsilən ağac var. Yenə də onu sizə göstərim. Bir neçə də ağac buradadır. Bax belə görüşü ki, meyvə ağacı hansısa kəsilir. Vaxtla çürüyüb, kötüyür. Bu da buradan belə. Sonra. Demək, məhəllədən elə bir şey göstərmir. Ancaq yuxarıda qoz ağaçları var. Mən indi çalışaram ki, yuxarıdan sizə o qoz ağaçlarını da göstərim. Mən elə yuxarıdaydım, yəqin ki, biraz səhv edərdim gerək. Oradan çıxıb göstərərdim mən onu. İndi cəhd edeyim ki, ora biraz tez çatım. Video uzanmasın. Mən oradan da sizə çəkiliş edeyim. Ola bilsin ki, bu məhəlləyə aid o qoz ağaçları dəqiq deyə bilmərəm. Ancaq mən belə eşitdiyimə görə burada rəhmətli Əhliyyət kişi belə qoz ağaçları əkib. Mən də oradan da çıxım biraz sizə çəkiliş edeyim. Ancaq bu məhəllənin biraz sonudur. Biraz ayağım da sürüşkəndir. Yaxşı. Belə, indi burada bax sizə əsas budur qoz ağacını sizə burada çəkeyim. Göstərim ki, bax görün erməni vandalları nə cür bax bu ağaçlara qıyıblar. Bax diametri görüşür. Təxminən 80 sm, 90 sm olar. Deməli, qoz ağacını kəsib götürüblər. Yerində də qalan belə kötüyüdür. Bir balaca. İndi yuxarıda da qoz ağaçları var. Ben onlardan da biraz da olsa çəkiliş edeyim. Burada da yine bir neçə də qoz ağacıdır. Ola bilsin ki, bunlar cavan olduğu için bu ağaçlara dəyməyiblər. Həm də susuzdur deyin, heç böyüməyiblər də. Elə necə əkilibsə elə də qalıbdır. Bu da buradan ikinci bir qoz ağacı. Burada bir maraqlı şey var. Daşın belə çox maraqlıdır ki, yuxarıdan biz buna hellan deyirik. Daş gəlib belə yuxarıdan hansı şəkildəsə belə atılıb ağacın haçasına. Hər iki tərəfdən belə daş saxlayıbdır. Necə ki elə bir alıb qoluna. Bax belə bu cürdə belə dayanıb burada. Belə ağacın orada yaralı hissəsi görükür. Elə bir bu maraqlı bir dənə bir belə möcüzədir. Buradan yine bax bir qoz ağacı. Bunlar nazik olduğu için bunlar da dəyməyiblər. Neyse bunlar belə salamat qalıbdır. Bu məhəllənin mən elə deyərəm ki, sonunda çatdım. İndi evin qabağından yenə də gedim. Bu videonu tamamlayaq. Sonra yine burada da bir dənə belə qoz ağacına rast gəlmişəm kötüyünə. Bax belə kəsilib, məhv olunub. Buradan da bu birlərdə yenə bir dənəsi. Bütün hər tərəfdə qoz ağaçları kəsiblər. Bütün məhəlləmizi, bağlarımızı doğrayıblar. Bunların Allah nəhlət eləsin. Erməni vandalları deyəndə bunlar qatil olublar. Bütün dünyanın hər bir yerində bunlar belədilər. Elə bir yer yoxdur ki, orada ermənilər haradasa yaxşı bir dənə iş görsünlər, onların adına yaxşı nəsə danışılsın. Hər həndə varsa onlar mərdəmazarçılıqla, mərdəmazar işlərlə məşğuldular. O cümlədən gəlib bax bu bizim yerlərdə bax bu cür belə vəhşiliklər törədirlər. Evlərimizi viran qoyublar. Dağıdıb töküblər, qarat eləyiblər, sonra yandırıblar. İndi şükür Allaha torpaqlarımız azaddır. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin. Allah veteranlarımızı korusun. İnşallah bu torpağa gələrik, həyatımızı davam edərik. Allah Zəfər ordumuzu, Allah Ali Başkomandanımızı korusun. Rəhmətli
Əhliyət dayının, rəhmətli İdris dayının da məhləsindən bu qədər. Daha elə bir şey qalmadı. Mən sizə bağı da çəkdim, göstərdim. Evi də çəkdim, göstərdim. İndi Azər müəllim, Lasım müəllim bu videonu izləyər. Yəqin ki, özləri də baxarlar ki, bir daha YouTube vasitəsilə evlərinin vəziyyəti nə yerdədir. Ola bilsin ki, kimsə gəlir burada ziyarət eləmək üçün kövrək olur. Onların burada belə evi ziyarət edən vaxtı o qədər də baxa bilmirlər. Niyə? Ona görə ki, bizim evlərimiz dağılmış vəziyyətdə olduğu üçün hər kəs gəlib bu evi bu vəziyyətdə görmək istəmir. Yəni bizim üzümüz gülsə də içimizdən ağlamışıq. Neçə illər? 30 ildir, 35 ildir biz bu yerlərimizi gözləmişik. Ancaq inşallah yəqin ki, cəmaatımız toplaşar bura, bu evlərimizi bərpa edərik, yeni həyatımızı davam edərik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, Allah vətənlərimizi qorusun, Allah Ali Başkomandanımızı qorusun, Allah Müzəffər ordumuzu qorusun. Bu evdən də bu qədər. İnşallah xəttə qalın, videonun davamı gələcək. Bir daha videonu izlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. Sağ olun, var olun.